Orucun 3 cür orucu var. Şəriət orucu, orucu batıl edən şeylərdən çəkinmək. Əxlaq orucu, bütün günahlardan çəkinmək və irfan orucu. Deyir, o orucda Allahdan başqa haramdır hər şey sənə. Oruc tutanlar var. Allahdan qeyri hər şey orucunu pozur onun. Da indi bu mövzuya daxil olmaq ki, nə mənim səviyyəm deyil, sizin ki, inşallah səviyyəviz olar. Mən gizliyim ki, ol deyil də bu. Əsl oruc tutanların orucu budur. Biz dünyaya gəlməmişik əxlaqlı olaq. Biz gəlmişik Allahla əlaqə yaradaq. Bu əlaqə Mövla bəndə əlaqəsidir. Mövla əmr eləsin, bəndə itayət eləsin. Allahla insanın münasibəti ruzu verən münasibət deyil. Bəli, Allah insana ruzu verir. Amma Allah insan münasibətlərinin xarakteri ruzu vermək üzərində deyil. Qarışqa ilə, milçə ilə, şirlə, fillə, nə ilə Allahın münasibəti ruzu verən münasibətidir. İnsan istisnadır. İnsan Allahla insan münasibətinin əsasını əmr təşkil eləyir, itayət təşkil eləyir. Günah mövzusu gəlir ortaya. Bəndə Mövla münasibətinin mahiyyəti budur. Əmr, hətta yatmağım sənin əmrindən olsun. Yuxum gəlir, saat 10-da yatıram, tutaq ki, 11-də. Deyirəm ki, Allah, sən əmr eləmişsən, gedirəm yatmaq. Onsuz da yatacaq, nə Allah deyim mənə. Mən nə ki, ağlın kəsir, mən əmr eləmişəm. İndi yatmaq vaxtıdır, mən əmr eləmişəm. Yemək yenir, ilahi, mədəvə yemək gecirsən. Deyirəm ki, sən əmr eləmişsən, çörək yeyirəm. Allah deyim mənə belə münasibət qur. Hər dəqiqə mənim əmrimlə oturdur və mənə itayət elədikdə, mənim əmrimi qəbul eləyəndə nəticə nə olur? Məndən başqa kimsə gəlib mənim yerimdə oturub əmr eləmək istəyəndə ona yox deyəcəksən. La ilahə illallah. Allahın əmrindən müntəzir adam, Allahın əmr məqamını, postunu işğal eləmək istəyən tağutla da müxalifdir. Çünki onun haqqı yoxdur mənə əmr eləsin. Əmr mövzusu bu qədər önəmlidir. Hətta o yer ki, əmr yoxdur, gəlir dirənir sənə ki, təvafda nə oxuyum? Deyirsən, qardaş, vallahi içsinə. Deyir, nə oxuyum? Deyirsən, bu müstəhəbdir bu. Yox, ən xüsusi əməl hansıdır? Müstəhəb işdə də əmr gözləyir insandan. İnsan Allahdan. Gəlir ruhanini dəng eləyir, o birisini bezdirir ki, neyniyim, indi filan neyniyim.